Qadınların cəmiyyətdəki rolu, dövrün çətinliklərinə qarşı mübarizəsi, inamı, bütün bunları bir qadının timsalında, Sevil obrazında təqdim edən görkəmli yazıcı, dramaturq Cəfər Cabbarlının yaradıcılığındakı ideyalar bugün də aktualdır. Müəllifin Sevil piyesi əsasında hazırlanan tamaşa da uzun illərdir ki, teatrların repertuarını bəzəyir. Səhnə əsəri bu dəfə gənclərin təqdimatında Dövlət Təhlükəsizlik Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Asan Könüllüləri Təşkilatının Mədəniyyət Carçısı proqramı çərçivəsində müxtəlif layihələr həyata keçirilir. 5-ci Asan Teatr Festivalının ilk tamaşası da uğurlu oldu. Könüllülər Cəfər Cabbarlının yaradıcılığına müraciət etdilər. Görkəmli dramaturqun Sevil piyesi bu dəfə gənclərin təqdimatında səhnəyə qoyuldu. 16 nəfər Asan Könüllüsü tamaşa vasitəsilə qadın azadlığı, ailə dəyərləri, qadının cəmiyyətdəki roluna diqqət cəlb etdilər. Asan Könüllüləri Təşkilatı artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir və fəaliyyət göstərdiyi illər ərzində gənclərin şəxsi inkişafına, onların ideyalarının reallaşdırmasına dəstək olmaq məqsədi ilə müxtəlif istiqamətlərdə beynəlxalq və yerli layihələr həyata keçirib və bu illər ərzində özümüz üçün müəyyən etdiyimiz əsas prioritet istiqamətlərdən biri də məhz mədəniyyət sahəsidir. Mədəniyyət Carçısı proqramı çərçivəsində bugünədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib. Gənclərin yaradıcılıq potensialının inkişafı məqsədi ilə 600-dən artıq ustad dərsi keçirilib. Uzun müddətdir bunun üçün həyəcanla çalışırıq. Bütün könüllülər musiqiçi olmağına baxmayaraq hər kəsin ifa eləməyə çalışmağı, heç kimin olmamasına rəğmən yenə də səhnədə çox böyük həvəslə, uğurla çıxış eləməyə göz qabağında olacaq onsuz da. Sevil tamaşasında Balaş obrazını canlandıracağım. Həyəcanımız çoxdur, çünki çox həvəslə hazırlaşmışıq və bu çox aktual bir mövzudur, qadın azadlığı və biz onu əks etdirməyə çalışırıq. Sevil tamaşası gənclərin təqdimatında maraqla qarşılandı. Səhnə əsərinin nümayişində vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Asan Könüllüləri və digər qonaqlar iştirak etdilər. Xanım Paşazadə, Novruz Kəzimov, Ayşəm Razi, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.